1. Əziz izləyicilərimiz, əziz tamaşaçılarımız, əziz adiyyəti olan orqanları və başda cənab prezidentimiz İlham Əliyev. Xahiş edirik ki, bax bu gördüyünüz bu ailə demək Məşədidir, Şəhid Hüseynov Eşkin İmanoğlu. Gördüyünüz kimi, bax bunun şəkilləri, bunun sənədləri, tərcümələri, medalları, hər bir şey buradadır. Amma bu insan, ana hələ bu günə qədər övladı üçün şəhidlik statusu ala bilməyibdi. Bu da hansısa məhkəmənin, hansısa hakimlərin haqlı və yaxud haqsız olaraq qərarlarına görə ala bilməyibdi. Bəli, gördüyünüz kimi bunun orta məktəbdən oxuyandan və fəxri fərmanları, hərbidə olan müddətdə fəxri fərmanları, bu forması hərbidə olanda, bax gördüyünüz kimi əyninə geyindiyi forma, Allah rəhmət eləsin, torpağın nurla da olsun və gördüyünüz kimi bax burada hər bir şey öz əksini tapıbdır. Bir daha xoş gördük anam. Allah talası ömür versin, sağ sağlık versin. Bəli, bizim işimiz yaxınlaşır. Bizim işimiz odur ki, ictimailəşdirək, adiyyəti olan orqanları çatdıraq. Buyurun anam, nədir şikayətiniz, tələbiniz? Yəqin ki, sizin sözünüz adiyyəti olan orqanlara çatmır. Mən inanmam ki, adiyyəti olan orqanlara bu söz çatsa, yəqin ki, inşallah, haqlı inşallah cavab verərlər. Buyurun, sözünüz nədir anam? Mən Ağayeva Sonahadı qızı, Şəhid Məşədi Eşkin İmanoğlu'nun anasıyam. Mənim oğlum 2000-ci il təvəllüddür. 2018-ci ilin oktyabr ayının 4-də həqiqi hərbi xidmətə çağırıldı. Oğlum hərbi xidmətə getdi, 10 aydır hərbi xidmət vaxtı. 5 ayına yaxşı xidmət göstərdiyinə görə komandir bunu evə məzuniyyətə yollar ki, Eşkin, sən yaxşı xidmət elədiyin üçün 5 ayına gedə bilərsən. Zəh vurdu gəldi, xidmətdən qayıdandan sonra hərbi hissə Astara rayonuna yerləşir. Şahağaş kəndində. Hərbi hava qüvvələrinin hava hücumundan... En sayılı hərbi hissədir, bəli. En sayılı olsun, orada yerləşir. Uşaq qayıdandan sonra orada hərbi hava qüvvələrinin hava hücumundan müdafiə sistemindən deyilənə görə qısa qapanma oldu. Qısa qapanma oldu, uşaq bərk stres keçirdi, qorxu keçirdi. 2 aydan sonra uşaq qan xəstəliyinə tutuldu. Bir gün zəng vurdu ki, ana, bəs mənim burnumdan qan açılır, dayanmır. Mənə deyirlər, sən gedib Bakıda uzun müddətli qalasan, hələ ola bilsin ki, sən hərbi hissəyə qayıda da bilmərəm. Dedim, ağıllarına gələn nə danışırlar, sana nə olur ki, sən sappa sağlam uşaq. Uşaq gəldi ki, sap sarıldı. Yerləşdirdilər qospitala, qospitala yerləşəndən sonra getdim səhər həkimə, ay həkim, mənim uşağımı buraya niyə gətiriblər? Da çox həkimə qırğın elədim, mənim uşağım niyə gəlib, bu olub, səsimi kimi qaldıran. Dedim, bilsən nə var, uşağın kəskin qan xərçənginə tutulur. Dedim, niyə? Dedi ki, keçirdiyi stresdən dolayı. Ona kimi mən bir gün özümdə olmadım. Bütün qorum qonşu yığıldı. Səhərsi günü mən Zakir Həsənovun, cənab nazirimiz, müdafiə nazirimiz Zakir Həsənovun evini bilirdim. Evinə getdim. Evinə gedəndə mühafizəçilər, zatlar töküldü, xanım bura olmaz falan olmaz. Dedim, qardaş, mən təxribatçı zat deyiləm, mən bir əskər anasıyam. Mən eşitmişəm Zakir Həsənov yaxşı adamdır, gəlmişəm mən ondan kömək istəyəm. Bəs mənim oğlum belə-belə. Mənim oğlumu yollasınlar Almaniyaya. Zakir Həsənovun oğlu çıxdı, məni qarşıladı. Onlar dedi ki, biz Zakir Həsənovun yaxın adamıyıq, özü çıxmırdı, səhər-səhərdir, tezləndən getmişdim, 6-da getmişdim. Yəqin ki, o vaxt heç yuxudan oyanmamışdı. Dedilər, Allah hamd olsun, sənin sözlərin bir-bə-bir çatıracaq, de görək nə olur? Dedim, belə-belə, bəs oğlum belə olubdu, Almaniyanı istəyirəm, bunu yollayın, geçsin, Almaniyada müalicəyə. Zakir Həsənova çatan, məlumat çatan kimi Zakir Həsənov hərbi komanda verdi, bütün qospital, bütün hərbi komendatura, hər kəs ayağa qalxdı, hər kəs. Mənə maşın ayırtdıdı. Polkovnikin birini verdi mənə. Mayora mənə maşın ayırtdıdı ki, bu ananı hər gün qospital aparsan, evinə gətirsən, aparsan, gətirsən. Sonra dedi ki, ana, biz Almaniyaya yollasaq şəxsi vəsaitimizdə. Mənim o bir elə şəxsi vəsiyyətim yoxdur, səni yollayam. Dövlətimizin bizim üzərimizə qoyduğu yaxşı qanunları var. Türkiyədən müqaviləmiz var, bizim hərbi ateşin müqaviləmiz var. Sənin oğlun orada pulsuz müalicə ala bilər. Dedim, yəni orada yaxşı deyil, and işli deyil Almaniyadan, oranın fərqi yoxdur. Gülhanə Hərbi Tibb Akademiyası, eynidir. Məni yolladılar oraya, çox sağ olsun Zakir Həsənov. Hər dəqiqə nəzarət üstümüzdə oldu, generallara yıldırırdı, polkovniklərə yıldırırdı, canlı-canlı uşağın şəklini atırdı. Uşağa uzun müddətli müalicə elədilər, ilk köçürmə elədilər, ilk köçürmədən sonra uşaq ilk qəbul eləmədi, uşağın vəziyyəti ağırlaşdı. Yenə də Zakir Həsənova məruz olundu, Zakir Həsənov özü şəxsən polkovnikə səs atmışdı ki, bunu həkimə çatdırın. Həkimə çatdırdılar ki, bəs
Zakir Həsənov deyir, şəxsi vəsaitim hesabına da. O uşağa nə lazımdırsa, o ana sərsər mənim qapıma gəlibdir. O ananın övladı dünyasını dəyişməməlidir. Nə hardan, İsraildən olsa, hardan olsun, dərman gəlsin, o uşaq ölməsin. Daha artıq da gecidir. Uşaq dünyasını dəyişdi. 2020-ci ilin iyun ayının 16-sında dünyasını dəyişdi. Səhər yox, həftənin 2-ci günü il dönümüdür. 6-cı il dönümüdür. Dünyasını dəyişdi, pandemiya vaxtı idi, çox ağır dönəmlərdir, hələ müharibə başlamamışdı. Pandemiya dönəmi idi. Mən gələ bilmədim. Oğlumu meydin gətirdilər Azərbaycana, mən qaldım Türkiyədə. Gəldiriləndə Müdafiə Nazirliyi özü şəxsi heyətlə götürüb aparıblar Müdafiə Nazirliyinin Qaradağ rayonunun ərazisində Qurtqapı qəbirstanlığı deyirlər. Müdafiə Nazirliyi öz ərazisində dəfn edilibdir. İndi bu saat hal-hazırda Qoşqar Hacıyev var. Yəni qəbulu Müdafiə Nazirliyi. Hamısı dəfni də onlar edibdir. Hamısını Müdafiə Nazirliyinin hərbi hava qüvvələrinin. Polkovnik Elçin müəllim, ondan nə bilim Elşad Pənahov hərbi hissənin baş zampaliti deyirlər. O hamısı. Sizin bu günlərim istəyiniz? İndi mən oğlumu bizə deyiblər ki, hərbi hissədən deyiblər ki, qızıma deyiblər. Ananızı gələndə ananıza deyərsiniz ki, Türkiyədəki ölüm bəlgəsi ilə getməsinlər asan xidmətə. Göstərsinlər hərbi hissənin arayış gəlsin, sonra ölüm kağızı alsınlar. Bunu da bizə deyən olmayıb. Biz də gedib hərbi hissənin kağızı bizə 2 aydan sonra gəldi, çatdı. Biz də gedib Türkiyədən gələn hərbi ölüm bəlgəsi ilə almışıq. İndi yazılıb oraya ki, uzun müddət yatdığına görə septemiya xəstəliyindən dünyasını dəyişir. İndi mənim oğlumun ölüm kağızına hərbi hissədə nə olub, o yazılmayıb. Mülki vətəndaş kimi nə tərk edir, elə yazılıbdır. İndi bu mənim oğlumun hərbi hissə arayışıdır. Biraz çapda qara çıxıbdır, üzürlü sayısının tamaşaçılarımızda. Yazıb ki, ölümü hərbi xidmətinin vəzifəsi, hərbi xidmət vəzifələrinin icrası ilə bağlıdır. Bunu nəzərə almırlar. Aşağıdakı o septemiya xəstəliyi nəzərə alınır. Və bu arayışda demək hərbi hissə komandiri, qərargah rəisi Elvin Abbasov da burada qol çəkdi. O qərargah rəisidir. Fuad Əzizovdur, kapitan İlkin Allahverdiyevdir, mayor, hərbi hissə komandiridir. Xahiş edirəm bunlar hər bir nəzərə alsın. Biz inanırıq ki, inşallah. Mən də özümdə olmamışdım, Müsal müəllim. Orasını deyim ki, mən də özümdə olmadım. Bir ananın, bir evin, bir oğlunu itirmək nə deməkdir ki? Mən aylarla özümə gələ bilmədim. İlindən sonra mən düşündüm ki, mənim oğlum şəhiddir. Mən niyə yatıb qalıram ki? Mənim formalı veriblər mənə. 11.000-i almışam sığorta pulunu. 3.000 dəxil xərcini almışam. Mən niyə otururam ki, mənim oğlumu şəhidliyə verilməlidir? Mən nə mala görə, nə mülkə görə, nə pula görə, niyə də həl-hazırda da araşdıra da bilərlər ki, mən bir qapını döyüb, heç kimlə köməkli istəmirəm. Amma şəhidli statusu vermir. Vermirlər. Mən verdim məhkəməyə. Məhkəməyə Sumqayıt İnzibati Məhkəməsinə verdim. Sumqayıt İnzibati Məhkəməsi deyir ki, ana, sənin oğlun Kəlbəcər çağırışçı olduğuna görə siz Gəncəyə verməlisiniz. Sumqayıta yox. Sumqayıta versəydim alacaqdım. Vəfa xanım var idi. O dedi, buradan olsaydı mən sevə-sevə sənin oğlun şəhid sayılır. Dedi, sənin oğlun faktiki şəhiddir. Özü də bir sanıyorum. Onu deyim ki, buradan mən prezidentimə müraciət edirəm. Onun xanımı Mehriban xanıma müraciət edirəm. Leyla Əliyevəyə, hamısına. Mən bilirəm ki, onlar mənim səsimi eşidən kimi mənim şikayətim nəzərə alınacaq. Çünki dövlətimizin başçısı həmişə şəhid analarına, şəhid ailələrinə, qazilərə həmişə qayğı göstərir. Bütün məmurlara da tapşırır ki, hamımız xalqın xidmətçisiyik. Xalqa xidmət eləməliyik biz. Mən bunu inanıram ki, bu çatan kimi, mənim səsim çatan kimi cənab prezident özü qəbul eləməsə də məni qəbul elətdirəcək, mənim oğlum şəhidliyi də veriləcək. Buna %100 əminəm mən. İnşallah. Biz də adiyyəti olan orqanlara... Getdim Gəncə məhkəməsində də, nə bilim, müəyyən bir səbəblərə görə açıqlama vermirəm, dövlətimdir. Telefon arxasında bizə deyibdir, kamera arxasında bizə deyibdir. Ay, sağ ol. Amma inanıq ki, onların cəzası tapacaqlar. Bunu %100 əminliklə deyirəm. Mən bu otaqda heç vaxt yalan danışmaram. Niyə? Onlar qanunları özləri üçün xidmət edir. Onlar qanunlara hörmətsizlik eləyə bilər, yalan danışa bilər, amma mən yox. Niyə? Mənim oğlum qanunlara, dövlətə, xidmətə canını veribdir. Mən o candan keçib burada yalan danışmaq da istəmərəm. Mənim özlə dövlətə böyük hörmətim var. Mən 2011-ci ildən Tibb Universitetinə təsərrüfat bazası işləyəndə, mən otağımda Heydər Əliyevdən İlham Əliyevin şəklini masamın üstünə qoyanda, hamı həkimlər mənə diktə qılırdı ki, bunun sevgisinə bax ki, Heydər Əliyevsin. Mən Facebook səhifəm var. 2017-ci ildən o Facebook səhifəmdə Heydər Əliyevin şəkilidir. Allah xahiş edirəm. Mən dövlətimdən xahiş edirəm, prezidentimdən xahiş edirəm.
Bir ana kimi də tələb də eləyirəm. Mənim oğlumun qanı yerdə qalmasın. Mənim oğlum şəhiddir. Mənim oğlum heç kimdən də əsikdir. Məşədə gedib. Özümüz də ziyalı ailəyik. Dövlətimizə, millətimizə xidmət. Mən təmənnasız dövlətə xidmət edən adamam. Mən özümlə Kərbalaya getmişəm, Məşədə getmişəm, diplomumla var göstərərəm. İndi mən dövlətimdən xahiş edirəm ki, mənim oğlumun haqqını versinlər. Mənim oğlum heç kimdən. Orasında deyim ki, Vüsal müəllim, mən Ağdaşda birinin əlinə döyüş sursatı partladı, qoyun otardığı yerdə. Ona həmən hakim nəyəsə görə götdü şəhidlik statusu verdi. Amma mənim oğlum faktiki, bir də onu deyim Vüsal müəllim, hərbi hava qüvvələrinin hava hücumundan müdafiəsi daimi döyüş şəraitində olan hərbi hissədir. Qanunumuzda da var ki, 2009-da da var ki, daim döyüş şəraitində olan hərbi hissələrdə bu və ya digər səbəbdən dünyasını dəyişənlər hamısı şəhid sayılır. Bizim hərbi pilotumuz Rəşad Atakişiyev, ay sağ ol. Bizim pilotumuz Rəşad Atakişiyev, ruhu qarşısında baş əyirəm. Sumqayıtda müəyyən səbəblərdən dənizə düşdü, vuruldu, düşüldü. Neçə ildən sonra cənab prezidentimiz Allah canına sağlıq versin, Ali Baş Komandanımız ona şəhidlik statusu verdi. Mən inanıram ki, mənim oğlum gec olsa haqqını alacaq. Sağ olun, gəldiyiniz üçün təşəkkür edirəm.